Salamlar. Hər birinizi xoş gördük canlarım mənim. Əziz izləyicilərim, şagirdlərim, kanalımın abunəçiləri, hər birinizi çox sevirəm. Bugün salamlarımızı göndərəcəyik Əliyeva Aylin qızımıza, Məmmədəliyeva Gülsüm qızımıza, Əlibəyli Dəniz qızımıza. Dəniz adında izləyicimiz çoxdur. Burada elə bu günləri 2 dənizimiz var. Gələcəm indi o birisində. Həsənov Turan balamıza salamlar. Ülker Həsənova qızımıza salamlar. Uğur Zeynalov balamıza salamlar. Aysiman balamıza salamlar. Mustafalı Xədicə qızımıza salamlar. Xədicə adını çox sevirəm. Məmmədli Çimnaz qızımıza salamlarımı göndərirəm. Və növbəti dənizimiz Ağazadə Dəniz balamıza salamlar və Quliyeva Əsma. Bütün qızlarıma salamlarımı göndərirəm. Qız uşaqlarını ümumiyyətcə sevirəm və sinifdə hardasa bir balaca fərq qoyuram qız uşaqlarına. Həqiqətən çox istəyirəm qızları. Oğlanlar xətrinə dəyməsin. Demirəm oğlanları sevmirəm. Əlbəttə ki, şagirdlər hamısı, hər biriniz mənim gözümün işığısınız. Amma qız uşaqları sanki bir balaca daha mənim gözümdə daha yüksəkdədir. Bilmirəm nədəndirsə. Qızları daha çox sevirəm. Hər birinizi öpürəm, bağrıma basıram. Bugün dərsimiz nədir? Gəlin baxaq. İzahını verim. Ondan sonra da tapşırıqlarımızın izahına keçək. Dərsimiz bugün şəhərləşən dünya mövzusu olacaq. Bundan öncəki dərsimizi izah eləmişdim. Maraqlı dərs idi. Bugün şəhərləşən dünyadan danışacağıq. Yəni şəhərlərin necə inkişaf etməsindən, şəhər əhalisi sayının artmasından və ölkələr arasındakı şəhər və yaxud da kənd yaşayış məskənlərinin formalaşmasına danışacaq. Hansında daha çox şəhərləşmə var, hansında kənd yaşayış məskənləri daha çoxdur. Bunlar barədə danışacaq bu günləri. İnsanların məskunlaşdığı ərazilər 2 əsas tipə bölünür. Rural və urban. Urban şəhərdir. Əvvəl biz urbanizasiya deyildik, yəni əvvəlki dərsliklərdə. İndi yeni ad gəlibdir. Rural və urban. Rural şəhərlərdən sənaye və ticarət zonalarından kənarda yerləşən bütün əraziləri əhatə edir. Yəni belə deyək də kənd stilində, kənd həyatından söhbət gedir. Buralara kənd, digər kiçik yaşayış əraziləri, məntəqələri və istifadə edilməyən boş ərazilər daxildir. Bunlar rural adlanır. Burada əhali seyrik məskunlaşmış və insanların əsas məşğuliyyət sahəsi kənd təsərrüfatıdır. Yəni əkinçilik, heyvandarlıq, maldarlıq belə şeylərdir. Urban isə urbanizasiya şəhər deməkdir. Şəhər əhalisinin kiçik ərazilərdə sıx məskunlaşdığı məkandır. Şəhər ərazisi onun mərkəzindən və şəhərətrafı ərazilərdən ibarətdir. Burada əhali kənd təsərrüfatı istisna olmaqla sənaye, ticarət, biznes, turizm və digər sahələrdə çalışır. İnsanların həyat tərzi onların məskunlaşdığı yaşayış məntəqələrinin təsiri ilə formalaşır. Belə ki, şəhər və kənddə yaşayan insanların həyat tərzi müxtəlifdir. Bəli, şəhərdə yaşayan insanların həyat tərzi tamam fərqlidir. İşləməyi, işlədiyi sahə olsun və yaxud da ki, yaşadığı ərazi olsun, tamamilə fərqlidir. Nə ki, kənddə. Kənddə də bir başqa məşğuliyyət sahələri var, yaşayış məskənləri fərqlidir, insanların məşğuliyyəti fərqlidir kəndlərdə. Yəni, şəhərlərdən daha fərqlidir. Kənd yaşayış məskənləri əvvəl deməli, yarandığı uzun müddət kəndlərdə daha çox əhali yaşamışdı. Deyir ki, kənd yaşayış məskənləri daha əvvəl yarandığı üçün uzun müddət kəndlərdə daha çox əhali yaşamışdı. Sənaye və ticarət inkişaf etdikcə insanların şəhərlərə güclü axını başladı. Nəticədə dünyada şəhərlərin sayı sürətlə artdı. 2010-cu ildə isə dünyada şəhər və kənd əhalisinin sayı bərabərləşdi. Hazırda, deməli 2010-cu ildə nə deyəcəyik? 2010-cu ildə şəhər-kənd əhalisinin sayı bərabərləşdi. Dünyada hazırda əhalinin 55% qədəri şəhərlərdə cəmlənmişdi. Deməli, şəhərlərin sayı kəndlərin sayından daha çoxdur. Şəhər əhalisinin sayı, daha doğrusu kənd əhalisindən daha çoxdur. Ümumi dünyadan söhbət gedir. Yaşayış məntəqələrinə şəhər və kəndlərdən başqa qəsəbələr də daxildir. Qəsəbə nədir? Qəsəbə urban və rural arasında keçid yaşayış. Yəni, kəndin bir üst modelidir, şəhərin bir alt. Yəni, ikisinin arasında bir mövqeyi tutur qəsəbə. Çünki qəsəbələrdə əhali həm kənd, həm şəhər təsərrüfatı ilə məşğul ola bilər. Qəsəbə belə bir göründüyü kimi yaşayış məskənidir. Həm kənd təsərrüfatı ilə məşğul ola bilər, həm şəhər əhalisi kimi yaşaya bilər, şəhər təsərrüfatı ilə məşğul ola bilər. Orada, bax, qəsəbə ikisinin arasında bir mövqedir. Deməli, biz nədən danışdıq? İnsanların məskunlaşması, məskunlaşan ərazilər rural və urban oldu. Rural, kənd
qısacası kənd təsərrüfatı ilə məşğul olan kənd məskunlaşmasıdır. Burada insanlar seyrək məskunlaşır, məşğuliyyəti kənd təsərrüfatıdır. Urban isə şəhərləşmə deməkdir, şəhər deməkdir. Şəhərlərdə isə əhali daha çox sıx məskunlaşır, hündür mərtəbəli binalarda yaşayırlar. Burada insanlar bizneslə, ticarətlə, turizmlə, sənaye ilə məşğul olurlar. Bu sözlərə diqqətlə qulaq asın, çünki suallarımızın cavabında məhz bu sözlərdən də istifadə edəcək. Deməli, şəhər əhalisi əsasən bizneslə, ticarətlə, turizmlə, digər sahələrlə çalışırlar, amma kənd əhalisi əkinçilik və maldarlıqla məşğul olurlar. Deməli, həm yaşayış məskənləri fərqli oldu, həm fəaliyyətləri, məşğuliyyət sahələri fərqlidir. Qəsəbə isə kəndlə şəhərin arasındakı bir mövqedir. Deməli, kənd yaşayış məskənləri lap əvvəldən yaranıb. Ona görə də uzun müddət insanlar kəndlərdə yaşayıblar. Sənaye, ticarət inkişaf etdikcə artıq insanlar şəhərlərə. Niyə görə insanlar şəhərə bu dəqiqə axın edirlər? Çünki iş yerləri, məşğuliyyət sahələri çoxdur. İnsanlar işsizlikdən ayrılmaq üçün, yəni daha yaxşı iş, daha yaxşı məşğuliyyət sahəsi tapmaq üçün şəhərlərə üstünlük verirlər, şəhərlərə gedirlər. Hazırda dünya əhalisində demişdik ki, 55% şəhər əhalisi var. İnsanların 55% şəhərlərdə cəmlənmişdir. Onda 45% kəndlərdə, yəni daha çox şəhər əhalisi. Amma 2010-cu ildə demişdik, şəhər və kənd əhalisinin sayı bərabərləşmişdi. Qəsəbədir ki, urban və rural arasında keçid yaşayış məntəqəsi adlandı. Gördünüz, bir neçə cümlə ilə mövzunu bağlamış olduq. Çünki qəsəbələrdə insanlar həm kənd, həm şəhər təsərrüfatı ilə məşğul olurlar. Bax belə. Bu şəhərdir, bu da kənddir. Və yaxud da qəsəbədir. Gəlin, indi isə suallarımızın izahına baxaq. Dərhal tapşırıqlarımıza baxaq. Deməli, A şəklinə və mətnə əsasən sualları cavablandırın. Burada cədvəl idi, təbii ki, mən cədvəl şəklində çəkməmişəm. Sadəcə siz yerlərini dolduracaqsınız mən yazdıqlarımla. Ancaq bunun hamısını mətndən, kitabdan götürüldüyünə əmin ola bilərsiniz. Tamamilə mətndən eyni şeylərdir. Uşaqlar, burada çətin bir şey yoxdur. Deyir ki, yaşayış məntəqələri, yəni həyət evləri ilə, daha doğrusu kənd yaşayış məntəqəsi ilə şəhərlərdə, kəndlərdə və şəhərdə yaşayış məntəqəsi necə olur? Yaşayış məntəqəsi kəndlərdə həyət evləri olur. Amma şəhərlərdə yaza bilərsiniz, məsəl üçün göydələnlər və yaxud da hündür mərtəbəli binalar. Belə yaza bilərsiniz. Əhali sayı desək, şəhərlərdə əhali sayı çoxdur. Kəndlərdə az və yaxud da seyrək yaza bilərsiniz. İş yerləri bayaqlarda var idi. Turizmlə, bankdır, ticarətdir, sonra biznesdir, təhsildir. Bax, belə şeylər ən çox iş yerləri daha çox şəhərlərdədir. Ancaq əkinçilik, heyvandarlıq, maldarlıq, bax belə şeylər olacaq kənd yaşayış məskənində. Yaşayış binaları, bayaq dedik, hündür mərtəbəli binalar desən 2 dəfə yazdım bunu. Yaşayış məntəqələri daha çox belə deyək də, burada hündür mərtəbəli binalardır, göydələnlər, digərlərində isə az hündür olan, yəni 1-2 mərtəbəli evlər uzağı ola bilər də burada. Əsasən həyət evlərdir. Qidalanma deyəndə hazır yeməklərdən istifadə olunur şəhərlərdə. Amma kəndlərdə isə isti ev yeməkləri. Kənd yerlərində belədir. Ünsiyyət deyəndə əlaqə, insanlar arası əlaqə. Bir var elektron ünsiyyət olsun, mobil telefonla ünsiyyət olsun. Digərində isə canlı ünsiyyətdir. İnsanlar evləri yaxındır, bir-birlərinə gedirlər, gəlirlər. Daha yaxşı, daha isti münasibət var kəndlərdə, nəinki şəhərlərdə uşaqlar. Əyləncə yerləri şəhərlərdə daha çoxdur, amma kəndlərdə əyləncə yeri azdır, bəzən də heç ümumiyyətcə yoxdur. Heç əyləməyə insanların kəndlərdə doğrudan da işdən, gücdən macalı da olmur. Ona görə də kənd əhalisi daha yaxşı olurlar, daha istiqanlı olurlar, daha belə əsəbi sakit olurlar. Şəhər əhalisinə baxanda kənd əhalisini mən daha çox sevirəm, çünki daha, yenə deyirəm, istiqanlı olurlar, bir-birlərinə qarşı daha hörmətli olurlar. Heç dalaşmağa da, nə bilim, dava eləməyə də, nə bilim, pislik eləməyə də heç vaxtları da yoxdur yazıqların. Ancaq iş, kənd həyatı, bilirsiniz ki, kənddə yaşayış doğrudan da çətindir. Amma həqiqətən bugünkü günümüzdə kəndlərdə yaşayan əhaliyə halal olsun ki, kəndlərdə yaşaya bilirlər, o həyatı artıq onlar dözürlər, yəni belə deyək, öyrəşiblər, o həyatı seçiblər və öyrəşiblər. Mən çox sevirəm kənd həyatını, həqiqətən çox sevirəm. Kənddə insan daha belə sakit, daha səbirli, daha belə rahat yaşaya bilir. Nəinki şəhərlərdə. Şəhərlərdə problem çoxdur, ekoloji gərginlik çoxdur. Elə sualımızın biri də buradadır. Nəqliyyat deyəndə metro, avtobus, sürət qatarları, səs-küy o qədər çoxdur şəhərlərdə. Kənd heyf deyil ki, kənd.
Həqiqətən çox yaxşıdır kənd yaşayışı. Amma kəndlərdə nəqliyyat əsasən şəxsi avtomobillərdən istifadə olunur. Ekoloji vəziyyət şəhərlərdə həddindən artıq çirkli, təkcə çirkli yaza bilməzdik. Amma kəndlər maşallah təmiz. Kənddə ekoloji vəziyyət əla. B və C şəkillərində verilən məntəqələrdən hansında yaşamaq istərdiniz? Nə üçün? Bu özünüzün fikridir. Yəni şəhər yoxsa kənd yaşayış hansını istəyərdiniz, hansını seçərdiniz? Şəxsən mənim fikrim olsa mən kənd yaşayış məskənini daha çox seçərdim, sevərdim. Mütləq, yəni bir neçə günümü gələrdim şəhərdə əyləncə kimi istifadə edərdim, amma mütləq kənddə yaşamağa daha çox üstünlük verərdim. Təəssüf ki, şəhərdə yaşayıram. Nə üçün daha çox insan şəhərlərdə yaşamaq üstünlük verir? Çünki həyat səviyyəsi yüksəkdir və şəhərlərdə iş yerləri çoxdur. D şəkillər əsasən suallara cavab verin. 1950 və 20-ci illərə aid xəritələri şərh edin. Birinci xəritədə dünya əhalinin sayı çox hissəsinin kəndlərdə yaşadığını görürük. İkinci xəritədə isə şəhər əhalinin sayının kəskin şəkildə artdığını görə bilirik. Birinci xəritədə hansı ölkələrdə şəhər əhalinin payı çoxdur? Birinci xəritədə ABŞ, Qərbi Avropa ölkələrinin əksəriyyəti, məsəl üçün Böyük Britaniya yazın ora, yəni İngiltərə, İtaliya, İspaniya, Fransa, Yaponiya, Avstraliya, Yeni Zelandiya şəhər əhalisi kənd əhalisinə çoxdur. Həmin ölkələrin digərinə nisbətən iqtisadi cəhətdən yaxşı inkişaf etməsi ilə bağlıdır uşaqlar. Həmin ölkələr iqtisadi cəhətdən daha yaxşı inkişaf ediblər. Hal-hazırda da həmçinin. İkinci xəritədə kənd əhalisi daha çox təşkil edir, daha çoxluq təşkil edir. Bu artıq inkişafda olan biraz kasıb ölkələrdir. Xüsusilə Afrika ölkələrini deyə bilərsiniz. Hindistan, Pakistan, Əfqanistan, Bangladeş kimi Asiya ölkələrini deyə bilərsiniz. Həmin ölkənin iqtisadi cəhətdən aşağı səviyyəsi ilə bağlı xüsusiyyətdir. B, C və Y şəkillərinə əsasən suallara cavab verin. B şəkilində təsvir edilən yaşayış məntəqələrinin xüsusiyyətlərini cədvəldə yazın. B şəhərdir, əhali hündür binalarda qalır, kənd təsərrüfatla məşğul olmur. C-də kənd yaşayış məskənidir. Burada əhali kiçik həyət evlərində yaşayır və qəsəbə getdikcə böyüyərək şəhərə çevrilə bilər. Burada həm belə kənd təsərrüfatla məşğul olunur, yaza bilərsiniz, həm də şəhər təsərrüfatla məşğul olunur. Qəsəbəyə də bunu yaza bilərsiniz. Yaşadığınız yer bunlardan hansına aiddir, onu artıq özünüz yazacaqsınız və bu sualımızda yenə B, C, Y şəkillərini təsvir edən məntəqələrdən yaşadığınız yerə yaxın yerləşəni varmı? Bunlardan hansı sizin yaşadığınız yerə rayonda yaşayanlar ola bilər, şəhərdə yaşayanlar ola bilər, sırf qəsəbədə yaşayanlar ola bilər. Onlar bizə həmin məlumatları verə bilər. Öz dəftərinə də yazsın, yazmaq istəyən bizə şərhlərdə də yazsın. Hər birinizə salamlarımı buradan göndərəcəm. Əzizlərim, hər birinizi çox istəyirəm. Özünüz bilirsiniz ki, bunların hamısını sizin üçün edirəm, sizin oxumağınız üçün edirəm. Siz ki, sevirsiniz coğrafiyanı, oxuyursunuz. Mən də hər zaman sizin arxanızda duracağam. Hər zaman sizə dərslərimizi paylaşacağam. Bircə şərtim var ki, siz dərslərinizi yaxşı oxuyasınız. Sadəcə buradan götürüb götürməyəsiniz ora. Bir dənə şərtim budur. Oxuyub, öyrənib, ondan sonra özünüz cavablarınızı yazasınız. Öpürəm hər birinizi. Gələn dərsimizdə görüşərik. Sağ olun.